Birinci sualımızda deyir ki, you have a better result this time. Bu dəfə sənin yaxşı bir nəticən var. There are mistakes in your test. Deməli, mənim testimdə nə olar? Daha az səhvim olar da, əgər yaxşı nəticəm varsa. Burada mistake sayılır cəmdə olduğu üçün mən onun qabağında sayılan cəm isimlərlə işlənilən kəmiyyətlərdən istifadə eləməliyəm. Hamısı da sayılan cəm isimlərlə işlənir. İndi nəyə baxırıq? Only-dən sonra demişik only, a little, only, a few olar. Ona görə D variantı getdi. Tərcümə qabiliyyətim yoxlayır mənim. Əgər mənim bu dəfə yaxşı nəticəm varsa, çox səhvim olmaz. Əksinə daha az səhvim olar. B bəndi getdi. Əgər yaxşı nəticəm varsa, daha çox səhvim olmaz. More getdi. Kifayət qədər səhvim var, olmaz. Enough da şərti ödəyir, amma qrammatik cəhətdən ödəsə də tərcümə baxımından oturmur yerinə. Enough'dan sonra isim sayıla bilən gəlirsə cəmdə olur. Ona görə şərti ödəyir, amma tərcümə ilə qəti şəkildə uzlaşmır. C variantda getdi, olacaq A variantı fewer. 57-ci tezdə passive case yəlik halı istəyir bizdən. Birinci testdə Lisa and Tom's, Lisa'da apostrof S var, Tom'da da apostrof S var. Bu nə deyir mənə? 1, 2 deyir. Deməli, nə edəcəyik? Burada 2 dənə şəkildən söhbət gedir. Jackets olacaqdı. Ona görə 1 getdi. 2-də Sophia preparing for her exam now. Bu now mənə nə deyir? Now mənə deyir ki, burada indiki davam edici zaman işlənilibdir. İndiki davam edici zaman necə düzəlirdi? Am, is, are, üstə gələk feilin sonuna ing artırırdıq. Deməli, buradakı 2 davam edici zamanda işlənilibdir. Yəlik hal deyil. 3-ə baxıram. Tom'un cavabı help it solve the problem. Sualı problemi həll etməyə kömək etdi. Problem həm də misal məsələ mənasında da məsələni həll etməyə kömək etdi. İndi bura baxaq. Answer burada isim kimi işlənilibdir. Tom's answer, Tom'un cavabı. Buradakı help isə mənim əsas feilimdir. Deməli, mübtədam, əsas feilim. Solve the problem isə nəyi? Problemi həll etməyə burada tamamlıq funksiyasındadır. Götürə bilərikmi? Götürə bilərik. Tom'un cavabı hissəsi. 4-ə baxaq. Daniel's new shoes. Daniel'in yeni ayaqqabıları are da mənim xəbərimdir. Very expensive, çox bahadır. Deməli, nədir? Yəlik halı ismi artırılır. Daniel'ə artırmışıq. Yəlik haldan sonra isim gəlir. Shoes buradadır. İsmin qabağında əlbəttə ki, sifət işlənilə bilər. Xəbərim də yerindədir. Keçdik 58-ci testə. Line of nouns isimlərin cərgəsini istəyir bizdən. Sifətləri çıxardaq. Bax, burada less şəkilçisini gördün, çıxardırsan. Sonra slowly, yavaşca zərfdir, çıxardırıq. Miraculous, aus şəkilçisi çıxdı. Sonra snowy, qarlı. Snow qardır, snowy artıq sifət olur. Examiner, imtahan götürəndir. Turist kim? Siz, qayçı, nə? Village, kənd, hara? İşlədə bilərik. Line of adjectives, sifətlərin cərgəsini seçirik. Baxaq, attendance, ens şəkilçisi nədir? İsimdir, çıxdı. B bəndində disease, xəstəlik, nə? Çıxdı. C bəndində nəyi çıxardacaq? Politeness, ness çıxdı. D bəndinə baxırıq. Kingdom, krallıq çıxdı. Alive, canlı. Crucial, important deməkdir, vacib necə? Causal, gündəlik, bu da necə? Nick smiled, Nick gülümsədi. Nick gülümsədi, burada smiled hərəkətdir. Mən nə verirəmsə, bura nə verəcəm? Zərf verəcəm. Ona görə sifətləri çıxardıram, baxıram sifətlərim varmı? Məsəl üçün, A variantına baxaq. Burada başqa bir səhv var. More da müqayisə dərəcəsidir, el şəkilçisi də müqayisə dərəcəsidir. Olmaz. Getdi. Most üstünlük dərəcəsidir, est üstünlük dərəcəsi. 2 üstünlük, 2 müqayisə bir arada olmaz. E bəndi niyə çıxacaq? Much özündən sonra müqayisə dərəcəsi istəyir. Ona görə much more calmly olsa düz olardı. Baxım görün burada nədir? Very isə özündən sonra adi dərəcə istəyir. Ona görə olmaz çıxdı. Nick smiled calmly. Nick calmly, yəni sakitcə belə xəfif bir gülümsəmə verdi, güldü və trying to hide his anger, öz acığını gizlətməyə çalışdı. Baxaq ikinci hissəyə. Deməli, the nature in Azerbaijan is
Burada başqa bir qaydaya diqqət çəkmək istəyirəm. Burada in sözünü var. In sözünündən əvvəl gələn isim təkdədirsə, xəbərim təkdə olacaq. Söz öndən əvvəl istənilən sözün ola bilər. Söz öndən əvvəl gələn isim cəmdədirsə, burada xəbərim cəm olacaqdır. Görürsünüz, nature təkdədir, xəbərimizi iz verir. Baxaq sonra. Burada bizdən bir sifət qaydası istəyir. As magnificent as. Azərbaycanın təbiəti Sweden, İsveçinki kimi heyrətamizdir, gözəldir. Biri götürə bilərik də İsveçinki kimi. İkiyə baxaq. So magnificent as. Sonu inkar olanda verirlər. Ona görə bunu saxlayacağım. 3. Enough özündən sonra adi dərəcə istəyir. Bəs burada zən nədir? Olmaz. 4 də magnificent'ın dərəcəsi yoxdur. Zən veribsən, burada bir more ver də. Məsəl üçün more magnificent zən ver, yoxdur. Getdi. Amma 5-ci variantda veribdir. More magnificent zən bağlayıcısına verib, düzdür. Düzgün cavabımız ona görə olacaq 1 və 5. O da olur E variantı. Bu ikini də niyə çıxartdıq? Burada əgər not olsaydı, not so magnificent as olardı. Buna görə 2-də getdi. 62-yə baxaq. Deyir ki, choose the correct options. Düzgün variantı seçirik. Few sayılan cəm isimlərlə işlənilir. Flowers cəmdə olardı. B bəndində a few projects olardı. C bəndində a pair of ifadədir, bir cüt deməkdir. Woolen socks da öz yerindədir. Bu variantımız düzdür. A lot of information. A lot of həm sayılan, həm sayılmayan isimlərlə işlənilir. Hansılar idi? A lot of, plenty of, some, bir də more. Bunlardan sonra əgər isim sayılırdısa, ismi mütləq cəmdə verirdik. Əgər isim sayılmazdısa, ismi təkdə verirdik. Burada da a lot of information channels olardı. D variantı getdi. E bəndində several interesting, several həmişə cəm isimlərlə işlənilir. Ona görə books olardı. E variantda getdi. 63-də the chief, the article before. Bağlayıcını görürəm, test işlərində həmişə neyinirəm? Birinci bağlayıcımı dairəyə alacağım. Sonra baxıram, burada da boşluq verib, burada da boşluq veribdir. Nə etməliyəm? Uzlaşmanı tapmalıyam. Burada, ya burada hər iki tərəfdə indiki zamanlar olacaq, ya hər iki tərəfdə keçmiş zamanlar olacaq. Baxaq. Has indiki bitmiş zamandır, published keçmiş zamandır. Uzlaşma pozuldu. Getdi mi? Nə demişik? Demişik ki, before, after, sonra as long as, as soon as, if, when, till, until, bir də until. Bunlardan sonra gələcək zaman götürmürük. Ona görə B variantında getdi. D variantında gələcək getdi. Qaldı D və E variantı arasında. A, D variantına has checked, indiki bitmiş zamandır. Had published, keçmiş bitmiş zamandır. İndiki zamanlar keçmiş zamanlarla uzlaşmaz. Bu da getdi, qaldı əlimizdə E variantı. Buna nə deyirdik? Şərt budaq cümləsi 1 deyirdik. Şərt budaq cümləsi 1. Yəni indiki sadə zaman və gələcək zaman uzlaşmasıdır. Sadəcə diqqət eləyirik ki, indiki sadə zaman bu bağlayıcılardan sonraya keçəcəkdir. Gələcək zaman bu bağlayıcılardan əvvəldə olacaqdır. Keçək digər testimizə. Mübtəda xəbər uzlaşması. There was no firefighters. Nə demişik? Demişik ki, əgər there was və yaxud da there were veririksə, birinci isim təkdədirsə, birinci isim təkdədirsə, was götürürük. Birinci isim cəmdədirsə, were götürürük. İndi, no firefighters cəmdədir, was veribdir, olmaz. Nə olardı? There were no firefighters olardı. Bir getdi. The noise from the engines. Hərə baxırdıq, əgər bu bizim mübtədamız idi. The noise for the engines. Mübtədamız iki isimlə ifadə olunub. Biri noise, biri engines. Nə deməkdir? Motordan gələn səs. İki ismimiz var. Bu halda xəbərimiz hansı isimlə uzlaşacaqdır? Cümlənin, mübtədanın daxilində bu halda bir söz önü olur. Söz önüdən əvvəllə uzlaşacaqdır. Bir də deyirəm, bu bizim mübtədamızdır. Hər dəfə bunu salırlar. Mübtədamızdır. Mübtədamız iki isimlə ifadə olunubdur.
Bu zaman xəbərimiz hansı ismi götürsün özünə? Mübtədanın daxilində bir söz önü olur. Həmən söz önündən əvvəldə əgər bizim ismimiz təkdədirsə, xəbərimiz təkdə olacaq. İsmimiz cəmdə olsa, xəbərimiz cəmdə olar. Burada from-dan əvvəl təkdə olduğu üçün xəbərimiz təkdir. 3-ə baxaq. A few silent cəm isimlərlə işlənilir. Ona görə slices cəmdə veribdir, düzdür. Burada da düzüydü, noise tək üçün was idi. 4-ə baxaq. The delay in flight. Yenə də bizim nədir? Bu bizim mübtədamızdır. Mübtədamızda neçə isim var? 1. The delay. Biri də flight schedules, uçuş cədvəli. Mən indi hansına baxacağım? Baxın, daxilimizdə də nə var? In sözünü var. Burada from idi. Burada in sözündür. İndən əvvələ baxacağım. Delay təkdə olduğu üçün burada nə olmalıdır? Burada was olmalıdır. Deməli 4-də səhvdir. Düzgün cavab 2 və 3. Keçək 65-ə. There were a lot of guests at the party. Partidə çoxlu qonaqlar var idi. İndi mənim xəbərim cəmdədir. Xəbərim cəmdədirsə, mən nə edirəm? Törəmələri çıxardıram. Törəmələrdən sonra feil həmişə 3-cü şəxsin təkində gəlir. Sonra digər tərəfimə baxıram, ikinci tərəfimə baxıram. Burada da xəbər var. Xəbərim was verilibdir, təkdədir. İndi nə edəcəm? İndi də cəm istəyənləri çıxardacağım. Was cəm istəyir, çıxartdım. All cəm istəyir, çıxartdım. Variantımız E variantı. Hər dəfə belə şanslı ola bilmərsiniz. Tərcüməyə də diqqət edin. There were a lot of guests at the party. Partidə çoxlu qonaqlar var idi. All were talking. Hamısı söhbət edirdi. But nobody was eating. Yəqin ki, burada batdı. But nobody was eating. Amma heç kim yemirdi. Keçək digər testimizə. How do you rate? Deməli, children's performance. Uşaqların performansını necə ölçürsən? Baxaq, children's performance cəmdədir. Cəmdə olduğu üçün zət getdi. Burada da zət getdi. Burada da zis getdi. Sonra mənim xəbərim cəmdədir. Biz də bilirik ki, oldu, some'dır, more'dur və bir neçəsi də var. Bu isimlərlə əgər isim sayılan isim olsa xəbərimiz də cəmdə olur. Sayılmayan isim olsa xəbərimiz də təkdə olur. Burada da bizə bir əvəzlik veribdir. Əvəzliyimiz nə olacaqdır? Children performance, uşaqların performansını bizə nə əvəz eləyə bilər? Əlbəttə ki, obyekt halı əvəz eləyəcəkdir. Uşaqların performansı, yəni all of them, yəni onların, all of them were wonderful and creative. Onların hamısı, kim? Yəni uşaqların göstərdikləri performans, uşaqlar hamısı gözəl və yaradıcı idilər. Nə edirik? Əlbəttə ki, of-dan sonra, söz önündən sonra biz obyekt əvəzliyinə gedəcəyik. Baxaq, şəxs əvəzliyi olmaz. Şəxs əvəzliyi cümlənin əvvəlində gəlir. Ona görə A variantımız olacaq. All of them. Həmişə some of, all of, both of, each of, every one of. Bunlardan sonra obyekt al, birbaşa obyekt al gəlir. İsimlə birləşərsə, isimləşdən yəlik əvəzliyi götürürük. Məsələn, all of their friends. Görürsünüz, isimləşdirən yəlik əvəzliyi işlətdim. Nə üçün? Çünki isimlə birgə gəldi. Baxaq bu testimizə. Çox rahatdır bu testə baxan kimi. Nə gördüm mən? Burada ən artikellarını görürəm. İkisi də samitlə başlayıbdır. Ona görə C getdi, E getdi, A getdi. İkinci tərəfə baxıram. Deməli, sometimes, bəzən biz qaldıq uşaqlar burada. Deməli, C və E variantı arasından. İndi B mi seçək, D mi seçək? Biz demişik ki, conversation mücərrəd isimdir, mood da mücərrəd isimdir. Bu mücərrəd isimlərin qabağında EN artiklı işlənməz. Amma əgər biz bir konkret anlayışdan, konkret təcrübədən danışırıqsa, o zaman mücərrəd isimlərin qabağında EN artiklı verə bilirik. Bu da bir sübut olunmuş bir şeydir ki, sometimes a good conversation can change a person's mood. O baxımdan düzgün cavabımız B bəndidir. Zaman testimizə baxaq. While bizdən nə istəyir? While həmişə bizdən keçmiş sadə, keçmiş davam edici zaman istəyir. İndiki sadə, indiki davam edici zaman istəyir. Yəni, özündən sonra əgər hərəkət bildirən bir feil varsa, bura mən davam edici zaman qoymalıyam. Ona görə 2 nöqtə verir. Əvvəla 2 hissədə nöqtə var. Yəni, uzlaşmanı aparaq. Hər iki tərəfdə eyni zaman olmalıdır. Ya keçmiş, ya indiki olmalıdır.
Baxaq, has indiki zamanda, was keçmiş zamanda I getdi. Has indiki zamanda, made keçmiş zamanda B getdi. Looks indiki zamanda, had keçmiş zamanda C getdi. Et keçmiş zamanda is, indiki zamanda getdi. Düzgün cavabımız D bəndi. Baxıram testdə. Sarah was looking after little Nick. Sarah balaca Nick'in qayğısına qalır. While Mary was making dinner. Mary nahar hazırlayarkən. Uşaqlar, burada hər iki proses davam etdiyi üçün davam edici veribdir. Amma biz sizə demişdik ki, burada elə bir situasiya olar ki, qısa baş verən proses sadə zamanda, uzun baş verən proseslər isə davam edici zamanda işlənilir. 69. They finally found. Onlar nəhayət tapdı. Saitlə başlayan söz görürəm. Ona görə harda A artiklı var, E'ləri çıxardıram. Qalır bir dənə əlimdə B variantı. Finally found an apartment sayılır təkdədir. Apartment, ona görə N qoyuruq. Advanced heating system burada da sayılan təkdə olan isimdir. Ona görə N qoyuruq. 70-ci testimiz də qəşəng testdir. Çox işləmişik biz bu mövzuları. Susan doesn't have to come. Have to burada nədir? Modal feildir. Sual inkarı do does ilə düzəlir. Ona görə biri götürürəm. Fred have to wear. Fred nə olmalıdır? Üçüncü şəxsin təkində has to olmalıydı. Ona görə 2 getdi. Several sayılan cəm isimlərlə işlənilir. Fish də burada cəmdədir. Nədən bildim cəmdədir? Çünki xəbərim də cəmdədir. Demişik fish, deer, sonra swine, biri də var idi, yadımdan çıxdı. Fish, deer, swine, yadımıza düşər inşallah. Birini də siz yazarsınız yoruma. Bunların təki cəmi, əgər bunların qarşısına E artiklı işlədirəmsə təkdədirlər, bunların qabağında more, several verirəmsə, demək ki, cəmdədirlər. Diqqət eləyəcəm, burada xəbərim təkdə olacaq və yaxud da has təkdə olacaq. Bu hissədə əgər qarşısına miqdar falan vermişəmsə, məsələn 2 several vermişəmsə, xəbərim cəmdə olacaq. Olacaq məsəl üçün were, olacaq məsəl üçün are. Have hadsə olacaq have. Buna diqqət edirsiniz. O baxımdan 3 də düzgün gəlir. Birimiz düzüydü. Baxaq, the goose feathers. Feathers nədir? Cəmdədir. Xəbərim nədir? Təkdədir. Qazın lələkləri xəbərim təkdədir. 4-ü çıxartdım. Boss and is xəbəri cəmdə istəyir. Xəbərim də cəmdədir. 1, 3, 5 düzgün cavabımız B bəndi. 71-ci sualda curiosity maraq deməkdir. Consultation, tez-tez eşidirsiniz, konsultasiya, danışmaq, məsləhət vermə. Innovation da yenilik. Baxaq. A meeting, discuss something or get advice. Bu nə gələcəkdir? A bəndi gələcək consultation-a, konsultasiya sözünə. Azərbaycan dilində də işlənilir bu. Artıq beynəlxalq söz konumundadır. Innovation nədir? Yenilik deməkdir. New idea olacaqdır B bəndi. Strong desire, güclü arzu nədir? Curiosity, maraq, həvəs olacaq C bəndi. C, A, B hardadırsa düzgün cavabımız odur. Gələk mətnimizə. Səttar Bəhluzadə was a prominent Azərbaycan artist. Azərbaycanın prominent, görkəmli rəssamıdır. One of the most important figures in modern Azərbaycani art. Bu figure sözü həm də pictures kimi də tələffüz olunur. Bəzi lüğətlər elə verir. One of the most important figures in modern Azərbaycan art. Müasir Azərbaycan rəsminin most important figures ən vacib figurlarındandır. From a young age, gənc yaşlarından he showed a great interest in drawing and painting. O güclü maraq göstərmişdir rəsm çəkməyə və rəngləməyə. He began his art education at the Azerbaijan State Art School. O başlayıbdı özünün incəsənət dərsinə, təhsilinə Azərbaycan Dövlət İncəsənət Məktəbində. Later, sonra continued, davam edibdi. His studies, öz təhsilinə in Moscow, Moskvada in 1933, 1933-cü ildə. Bəhluzadə's main fox,
Allah. Bəhlulzadənin əsas fokuslanması, yəni əsas fikrini veribdir, was landscape painting, mənzərə rəsmləri. And he is considered, o hesab olunur, the founder of modern landscape painting in Azərbaycan. Azərbaycanda landşaft mənzərə rəsmlərinin founder, banisini qoyan consider hesab olunur. In the early years, erkən yaşlarında Bəhlulzadə painted nature in a realistic style. Deməli, painted çəkirdi təbiətin realistik tərzdə. Following traditional techniques, ənənəvi texnikalardan, yəni izləyərək, istifadə edərək. However, like over time, zaman keçdikcə, he developed his own expressive and emotional style. O inkişaf etdirdi özünün təsirli və emosional tərzini. Some of his artworks are so imaginative and detailed that they remind viewers of photos of the earth taken from space. Bəzi deyir onun rəsmləri çox xəyali, yəni belə təsvirə əsaslanan və detallıdır. Hansı ki, they remind viewers of photos, o xatırladır, sanki from space, kosmosdan çəkilibdir bu şəkillər. By using a combination of pale colors, demək, by using, istifadə edərək, combination of pale colors, solğun rənglərdən kombinasiyasından istifadə edərək, yəni birləşməsindən, a strong brushwork. Brushwork bir termindir, toxunuşlar, fırçanın toxunuşları, güclü toxunuşlarla he managed to work nature appear even more vivid and magical than in reality. Deməli, o deyir, nature, təbiəti, managed to make nature, təbiəti more vivid, daha canlı və sehirli çəkib, reality, reallıqda olduğundan, gerçəkdə olduğundan daha canlı və sehirli şəkildə çəkmişdir. His painting often reflect the beauty of Azerbaijan's mountains, rivers and villages. Onun rəsmləri əks etdirir Azərbaycanın dağlarının, çaylarının, village kəndlərinin gözəlliyini. One of his most famous works in Qudalçay Valley. Qudalçay Valley, yəni onun one of ən məşhur əsərlərindən biridir. Which is loved for its color and energy. Hansı ki sevilir rəngləri və enerjisi ilə. Throughout his career, karyerası ərzində, throughout bir şeyin içindən keçməkdir. Karyerası ərzində, yəni bütün o dövrü nəzərdə tutur. Səttar Bəhlulzadə received many awards. Received, əldə edib çoxlu mükafatlar. Held exhibitions, sərgilər keçirmişdir in different countries, fərqli ölkələrdə. Including, daxildir, USA, United Kingdom, Turkey, Russia. Today, his legacy continues to inspire young artists. Bugün onun əfsanəsi, hekayəsi continues, davam edir. Inspire, ruhlandırmağa gənc rəssamları. The passage is mainly about nə haqqında idi rəsm? Baxaq, a highly gifted artist ola bilər, yüksək dərəcə istedadlı artist ola bilər. Colorful and lively nature. Səttar Bəhlulzadədən danışırdıq. Different placesdən danışmırdıq. The personal, şəxsi sərgilərdən danışmırdıq. Artist with unique talent. Baxaq, artist deyir, artistlər. Xüsusi istedadı olan, özünə məxsus istedadı olan artistlərdir. Yox, biz bir artistdən danışırdıq. Düzgün cavab A bəndi. 73-cü testdə bir də deyir ki, Bəhlulzadə's work have been shown. Bax, bizdən səhvi istəyir. Not only in Azerbaijan, but also abroad. Nəinki, not only, nəinki Azərbaycanda, but also həmçinin abroad, xaricdə də. Bu düzgün cavabdır. Bəhlulzadə worked with some style of art. Bəzi rəsm, bəzi növlərdə işlənib, düzdür. Bizə səhvi tapmaq lazımdır. Bəhlulzadə founded modern Azərbaycan landscape painting. Əsasını qoyubdu müasir Azərbaycan. Bu da düzgün cavab idi. Bəhlulzadə was the creator of traditional techniques. Traditional techniques'in yaradıcısı deyildi. Bu səhv cavabdır. At first, birinci, Bəhlulzadə painted nature in a realistic
style. Birinci realistik tərzdə çəkirdi. Sonra da gəlin bax bu cavabı tapaq. Baxın bu hissəyə. In early years, Bəhluzzadə painted nature in a realistic style. Görürsünüz, mətnimizdə var. Ümumiyyətlə, readingdə nə verilirsə, hamısı mətnlərdə mütləq ki olur. Baxaq, deməli, burada düzgün cavabımız oldu. D bəndi. 74-də what did Səttar Bəhluzzadə do during his creative career? He developed his own unique artistic style. Bəli, bu ola bilər də. He won many prizes for his artwork. Bəli, bu da ola bilər. He left, tərcüməni deyim sizə. Birinci deyir ki, o inkişaf etdirirdi özünə məxsus rəsm stilini. İkidə deyir ki, o çoxlu hədiyyələr qazanmışdı. Üçdə deyir ki, he left behind a legacy that has no impact on young artists. Gənc artistlərə deyir, təsir keçməmişdi. Xeyr, 3 səhvdir. He became known as an outstanding reporter. Məruzəti şərtçi idi. Xeyr. 5 də səhvdir. Yox, 4 də səhvdir. 5 yox, 4 səhvdir. 5-də nə deyir? Deyir ki, he painted his picture in such a way that they looked like they were taken. Bəli, bu da var idi. Düzgün cavabımız 1, 2 və 5. 1, 2 və 5. 75. He used soft colors and strong painting. Soft colors nədir? Orada deyir pale, yəni solğun. Biri var, yarki rənglər, yox, solğun rənglərdən. Yumuşaq soft colors əvəz eləyə bilər. And strong paintings lines to make nature look even more bright. His painting resemble photos of the earth. Baxaq, nature look more beautiful than it's in real life. Bəli, bu var idi. Tərcümədə dedik, orada var idi vivid, canlı, daha canlı göstərirdi. His paintings look less wonderful. Xeyr, reallığından daha gözəl idi, xeyr. 3də varımızdır, çıxdı. Baxaq 1-2-yə. His paint resemble photos of the earth. Yer kürəsinin his paintings, onun şəkilləri resemble, oxşayırdı. Photos of the earth, yer kürəsinin şəkillərinə. Burada bright sözünü, more bright sözünü biz vivid sözünə sinonim kimi götürə bilərik də. Çünki burada strong painting də var. Soft color, strong painting. Bunu götürə bilərik. Olsun 1 və 3. Düzgün cavabımız. Bu sualda biraz tərəddüd elədim. Bir də mətnə baxacağım. Bəli, xeyr. Mətnə baxmağa ehtiyac yoxdur. Çünki orada deyir ki, resemble photo of the earth şəkillərinə oxşayır. Amma mətnə deyirdi ki, daha canlıdır. Ona görə bu daha canlı sözə görə more bright götürsək daha yaxşı olar. Write the synonym of the word profession from paragraph 3. Baxaq paragraph 3-yə. Baxın, bu hissədə veribdir. Throughout his career. Profession sözünün sinonimi ola bilər. Keçək digər testimizə. Harada qalmışdıq? 77. Bəhluzadə's main focus was landscape painting and he is. 74-cü testdə ən azı 2 sözü dəyişməliyik. Bu cümlə ilə olan hissəni. Baxın, bu hissədir. Siz burada nələri düzəldə bilərsiniz? O qədər söz deyə bilərsiniz ki, landscape-i scenery ilə əvəz eləyə bilərsiniz. Painting-i drawing-lə əvəz eləyə bilərsiniz. Considered, guess də verə bilərsiniz. Founder, establish, şəkilçisi artırırıq, eləyir insan. Modern sözünü verə bilərsiniz. Contemporary, müasir nə deməkdir? Modern. Baxın, bu sözlərin hamısını biz burada işlədə bilərik. Scenery, drawing, establisher, contemporary. Bu sözləri biz qura bilərik, yaza bilərik. 78-ci testdə isə daha çox şeylə fikrinizi çatdıra bilərsiniz. Məsəl üçün, I know many things about Bəhluz Səttar